Bəzən elə adətlər var ki, eşidəndə inanmaq çətin olur. Dünyanın bəzi yerlərində elə qəribə ənənələr var ki, onları görən insan şok olur. Bu videoda sizə dünyanın ən qəribə 5 adətini təqdim edəcəyik. Hazırsınızsa başlayaq. Ölü ilə evlənmək. Çin. Bəli, səhv eşitmədiniz. Çində bəzi bölgələrdə ghost marriage adlanan bir ənənə var. Əgər bir adam subay halda dünyasını dəyişibsə, ailəsi ona ruh yoldaşı tapıb ölmüş bir qadınla evləndirir. Məqsəd o dünyada tək qalmasın deyə. Ən qəribəsi odur ki, bu adətin hələ də bəzi kəndlərdə davam etməsidir. 2. Dil kəsmə mərasimi. Hindistan. Hindistanın bəzi bölgələrində ailələr dini rituallar zamanı uşaqlarının dilinin ucunu biraz kəsirlər. Onlar inanır ki, bu tanrılara yaxınlıq gətirir və ailəni qoruya bilər. Əlbəttə, bu adət çox təhlükəli və mübahisəlidir, amma hələ də tətbiq olunur. Cəsədlərlə yenidən görüş. İndoneziya. İndoneziyanın Toraja qəbiləsində insanlar dünyasını dəyişmiş yaxınlarını hər il qəbirdən çıxarıb evə gətirirlər. Onlara yeni paltar geyindirir, saçlarını darayır, evdə qonaq kimi saxlayırlar. Bu adət Manani adlanır və ölmüş şəxslə əlaqəni qorumaq üçün edilir. Yaxşılıq etmək üçün barmaq kəsmək. Papua Yeni Qvineya. Papua Yeni Qvineyanın Dani qəbiləsində bir ailə üzvü dünyasını dəyişəndə qadınlar barmaqlarını kəsirlər. Onlar inanır ki, bu ağrı ölənin ruhuna göstərilən hörmətin və sevgilərinin simvoludur. Bu dəhşətli adət bu günlərdə artıq yasaqlanıb, amma uzun illər tətbiq olunub. Qarışqa əlcəyi ilə kişi olma mərasimi. Braziliya. Braziliyanın Amazon meşələrindəki qəbilələrdən birində oğlanlar kişi olmaq üçün əllərinə içi zəhərli qarışqalarla dolu əlcək geyinirlər. Bu qarışqaların sancısı odlu silah sancısına bərabərdir. Əlcəkdə 10 dəqiqə dayanmaq lazımdır. Özü də təkcə bir dəfə yox, düz 20 dəfə. Əsl dözüm və əzab mərasimi. Dünyada mədəniyyət və adətlər o qədər fərqlidir ki, bir yerdə normal olan başqa yerdə çox qəribə görünə bilər. Bu adətlər bizə göstərir ki, dünyamız nə qədər müxtəlif və bir o qədər də maraqlıdır. Bəs sənə hansı adət daha qəribə gəldi? Rəylərdə yazıb öz fikrini bildirə bilərsən.